Naxçıvan şəhərində geniş miqyaslı yaşıllaşdırma aksiyasına start verilib. Naxçıvan Yaşıllaşdırma Xidmətinin kollektivi mart-aprel ayları üçün tərtib olunan plan əsasında ağacəkmə kampaniyasını şəhərin bütün ərazilərində həyata keçirir. Kampaniya çərçivəsində 13 növ 3000 ədəd ağac, 9 növ 1000 ədəd müxtəlif dekorativ kollar və eyni zamanda 8 növ 10 mindən artıq çoxillik və mövsümi güllərin əkilməsi mərhələli şəkildə həyata keçiriləcək. Əsas üstünlük iqlimə davamlı həmişəyaşıl dekorativ tinklərə verilir. Əkilən ağaclar əsasən çinar ağacları üstünlüyü təşkil edir. Çinar ağacı bu ağacların 1000 ədədini çinar ağacları təşkil edir. Akasiya ağacları və ilk dəfə olaraq Naxçıvan şəhərində Pavloniya, gül açan ağacları, dekorativ ağaclar və katalog ağacları da əkilir və eyni zamanda Magnoliya çiçək ağacları əkilir. Bitkilərin seçimi zamanı əlbəttə ki, bu bitkilərin hər biri Naxçıvanın iqlim şəraiti, torpaq xüsusiyyətləri və eləcə də suvarma imkanları nəzərə alınmaqla müəyyənləşdirilib. Naxçıvanın inkişaf strategiyasının tərkib hissəsi olan ağacəkmə kampaniyası mərhələli şəkildə davam etdiriləcək. Tinklərə aqrotexniki qulluq göstərilməsi də diqqətdə saxlanılacaq. İşin bir tərəfi əkməkdirsə, digər tərəfi onu qorumaqdır. Bu işdə hər birimiz səfərbər olmalı, gözəlliklərin qayğısına qalaraq onları qorumalıyıq. Hafizə Əliyeva, Təxminə Babayeva, Emin Babayev, NTV Xəbər.